Rusiya bugün nə ilə bizim üzərimizə gəlir? Gücü ilə, qorxusu ilə, xofu ilə. O xofun qarşısını almaq üçün sən də öz arxa böyük gücləri alırsan, xalqın da gücünü arxaya alırsan, xalqa da həqiqətləri deyirsən və xalqın da dəstəyi ilə o Rusiyanın buradakı şəbəkəsini rədd edirsən, çıxır gedir. Rusiya etiraz edəcək, narazılıq edəcək, eləsin. Amma onları zərərsizləşdirəndən sonra məcbur olub ki, səndən oturub normal adam kimi danışacaq. Neysə ki, o bizim içimizdə güclüdür, o bizi saymayacaq. Və hər zaman fikirləşəcək ki, arxayın olacaq buradan ki, hər zaman istədiyim fikirləşəcək zaman istədiyim planı həyata keçirdə bilərəm. Bəli, o fürsət gözləyəcək ki, fürsət olanda çevriliş eləsin. Öz adamlarını hələ lap yuxarı başa da çıxarsın. Bu günləri əslində bax bu açıq və gizli şəkildə hakimiyyət savaşı gedir. Azərbaycanda dövlət uğrunda bir savaş var. Sadəcə mən düşünürəm ki, bu savaşı da bizim qazanma şansımız kifayət qədərdir. Sadəcə bütün milli qüvvələrin bir araya gəlməsi və doğru addımlar atması şərtdir.